Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, çox gözəl bir alça mürəbbəsi hazırlayacağam. Görüntüsü qədər də ləzzəti möhtəşəm olan bir alça mürəbbəsi. Sizlər də belə ləzzətli, gözəl alça mürəbbəsi hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Alça mürəbbəsini hazırlamaq üçün bizə gözəl, yəni yetişmiş ancaq əzilməmiş alçalar lazım olacaqdır. Yəni bərk alça seçib götürmək lazımdır. Əvvəlcə meyvəni axar suyun altında təmiz suyu çıxana qədər yumaq lazımdır. Mürəbbənizin dadlı, gözəl, rəngi gözəl alınmasını istəyirsinizsə, ən əvvəl onun təmizliyinə, yəni təmiz yuyulmasına əməl edin. Alçanı 2-3 dəfə təmiz suyu çıxana qədər suyun altında yuyuram. Böyük ləyənin içərisinə soyuq su əlavə edirəm. Ləyənin yarısına qədər soyuq su əlavə edib, üzərinə 3 xörək qaşığı çayını soda əlavə edib, töküb qarışdırıram. Sodalı suyu hazırlayandan sonra yuduğum alçaları çox nazik şəkildə soyuram. Çalışın qabıqları çox nazik halda soyub çıxardasınız. Alçanı təmiz soyduqdan sonra baş hissəsindən, yəni saplaq hissəsindən olan o qara hissəsini də bıçağın ucu ilə kəsib çıxardıram. Qabığını soyduğum alçaları hazırladığım çayını sodalı suyun içərisinə tökürəm. Qalan alçaları da eyni qaydada qabığını soyub sodalı suyun içərisinə tökürəm. Alçanın bu qabıqlarını da atmıram, çünki alçanın vitamini, yəni meyvənin vitamini qabığındadır deyirlər. Ona görə də alçanın qabıqlarını atmıram. Onu da indi istifadə edəcəm. Qabığını soyduğum alçanı çayını sodanın içərisinə tökdükdən sonra belə qarışdırıram və 20-30 dəqiqə bu şəkildə kənarda qoyub saxlayıram. Bayaq dediyim alçanı soyduğum qabıqlarını da hədər etmirəm. 2-3 kiloluq yuyuram, 3 kiloluq balon yuyuram. Soyduğum alçanın qabıqlarını 2 hissəyə bölüb bankanın içərisinə yığıram. Çünki meyvənin qabığı, vitamini qabığındadır. Ona görə də mən də onu atmıram. Üzərinə, qabığın da üzərinə, alça qabığının üzərinə əlimin altında olan meyvələrdən, qırmızı, göy, sarı alçalardan bankanın yarısına qədər meyvə tökürəm. Hər balonun içərisinə 1 stəkan şəkər, 2 stəkan şəkər tozu əlavə edirəm. Hər 3 kiloluq balona 2 stəkan şəkər tozu bəs edir. Daha sonra üzərinə qaynar 2 ədəd də limon dilimi əlavə edirəm. Çaynikdə qaynayan suyla balonu doldururam və qapağını bağlayıb, qapağını da bağladıkdan sonra adyala bükürəm, isti bir adyala büküb bir gün tam soyana qədər saxlayıram. Heç bir kompotu mən qaynatmıram, bağladığım meyvə kompotlarının heç birini qaynatmıram. Bu şəkildə etdikdə qışda çox ləzzətli, açıb içə biləcəyiniz ləzzətli kompotlar alınır. Yəni burada da alçanın qabığını hədər etmədim. İndi isə mürəbbəmizə dönək. Mürəbbəni, kompotu bağladıkdan sonra mürəbbəni çayını sodanın içərisindən belə yuyaraq bir neçə dəfə yuyuram. Hardasa 4-5 dəfə çayını sodalı suyun içərisindən çıxartdığım, qabığını soyduğum alçanı bir neçə dəfə yuyub götürürəm. Bir neçə dəfə yumaq lazımdır ki, sodalı su alçamızın üzərində qalmasın. Çünki siz onu mürəbbəni bişirərkən soda əgər üzərində qalarsa, təmiz yumazsınızsa, mürəbbəniz təmiz köpüklənəcək, yəni qabaracaqdır. Yəni o mürəbbə yaxşı alınmayacaqdır. Yəni ən əsası təmizliyə belə şəkildə əməl etsəniz çox gözəl mürəbbə alınacaqdır. Ləyənin içərisinə məndə 2 kilo burada alça var. 2 kilo şəkər tozu, 2 stəkandan biraz da artıq su əlavə edirəm
və qoyuram şirə hazırlanır. Qazın üzərində şirə əriyənə qədər mən burada yuduğum alçaları belə kiçik çəngəlin vasitəsilə, belə çəngəliniz yoxdursa, zubaçiska ilə də, yəni diş çöpü ilə də deşdəkləyə bilərsiniz. Daha sonra şirəyə baxıram. Şirəmiz də hazırdır. Deşdəkləyib hazırladığım alçaları şirənin içərisinə tökürəm. Şirənin içərisinə tökdükdən sonra biraz şirə isindikdən sonra qaynamağa başlayanda pol noxud verirəm. Mən heç bir mürəbbəni yəni zəif odda bişirmirəm. Çünki zəif odda bişən mürəbbənin həm rəngi tez qaralır, həm də dadı yaxşı olmur. Bütün mürəbbələri gür odda tez bişirib götürsəniz yaxşıdır. Mən mürəbbəni heç vaxtı 3-4 günə bişirmirəm, 5-6 saata bişirmirəm. Mürəbbəni sadəcə şirəyə tökdükdən sonra gür odda bişirib götürürəm. Mürəbbə qaynadıqca üzərinə kəf yığılır. Kəfini yığdıqdan sonra kənarda doğradığım 1 ədəd limonu xırda şəkildə doğrayıb onu da mürəbbənin içərisinə tökürəm. Qalan kəfini də bu şəkildə yığıb götürürəm. Mürəbbəmiz bişib-bişmədiyini bilmək üçün artıq görürsünüz, belə köpüklər, şarik vəziyyətində olan köpüklər əmələ gəlirsə, demək ki, bizim mürəbbəmiz hazırdır. Mürəbbədən biraz götürürəm, boşqabın içərisinə tökürəm və yoxlayıram. Əgər mürəbbəmiz şirə kimi axırsa, demək ki, bizim mürəbbəmiz hazırdır. İkinci üsulda onu deyim ki, boşqabda qalan şirənin, azacıq qalan şirənin içərisindən barmağınızla bir xətt çəkirsiniz. Əgər xətt birləşmirsə, demək ki, bizim hazırladığımız mürəbbə hazırdır. Bizim artıq mürəbbəmiz hazırdır. Yenidən qarışdırırıq. Üzərinə yığılan kəfin yenə də qaşıqla yığıb götürürük. Baxın, mürəbbənin suyu bu şəkildə olmalıdır. Çünki isti olan vaxtı belə süzülür. Soyandan sonra daha da mürəbbə qatılaşacaqdır. Mürəbbəni odun üzərindən götürürəm. Kənarda bir taxtanın üzərinə, ət taxtasının üzərinə qoyub belə sirkələyərək, mürəbbəni isti-isti sirkələyərək ortasına yığılan bu kəfin hamısını yığıb götürürəm. Onu o vaxta qədər edirəm ki, bir damcı da olsun mürəbbənin içərisində bu kəf, bu köpük qalmır. Əgər bu kəf, bu köpük mürəbbənin içərisində qalarsa, sizin hazırladığınız mürəbbəniz qışa yaxşı qalmayacaqdır. Qızqırıb, xarab olacaqdır. Mütləq göstərdiyim bu üsulla mürəbbəni kənara qazın üzərindən götürüb kənarda silkələyərək üzərinə yığılan kəfin hamısını qaşığın köməkliyi ilə yığıb götürməliyik. Gördünüz, təmiz hamısını yığdım, qutardı. Biraz qalıb onu da kiçik qaşığın köməkliyi ilə götürürəm. Mürəbbəni heç vaxt soyuq, isti halda bankalara yığmayın. Mürəbbə bir gün qalmalıdır şirədə. Şirədə qalmış mürəbbə şirəni canına çəkir və şişir. Mürəbbə onda daha gözəl alınır. Siz isti-isti mürəbbəni bankaya yığsanız, mürəbbə belə tərləyib su əmələ gətirəcək. Həmin mürəbbə də qızqıracaq, qışa qalmayacaqdır. Videoda da görüntüsünün nə qədər gözəl olduğunu görürsünüz. Sizlər də belə ləzzətli, gözəl mürəbbə hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyib püf nöqtələrinə əməl etsəniz, gözəl mürəbbə, alça mürəbbəsi hazırlamış olacaqsınız. Hazırladığım mürəbbəni bəyənib-bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm. Əməyə hörmət olaraq bəyənir düyməsini basıb, öz gözəl yorumlarınızı da bildirməyi unutmayın. İndidən hazırlayıb dadan hər kəsə nuş olsun deyirəm.
Sonda bir-iki püf nöqtəsində deyim. Mürəbbələrinizin gözəl alınmasını istəyirsinizsə, mütləq ən əvvəl təmizliyə əməl edin. Yəni tərtəmiz yuyun. İkincisi, qabığını, soyulmalı meyvənin hamısının qabığını soyun. Qorxmayın, əzilməz. Çayını sodalı suda saxlayın. Daha sonra tərtəmiz çayını sodanı yumaq lazımdır ki, mürəbbə hazırlanarkən köpüb qabarmasın. Yuduğunuz mürəbbəni gür odda bişirmək lazımdır. Şiryə tökdükdən sonra qaynara düşmüş mürəbbəni mütləq gür odda hazırlayın.